değerli izleyicilerimiz, bugün hal-hazırda Erenler yurdu olan, tarihen düşmanlara meydan okuyan Qazaq elinin birinci Şıxlı kəndindəyik. O kənddəki öz qəhrəman oğulları ilə tarixlərdə bir iz qoydu. O oğullardan biri də vətən torpaqları uğrunda uzun döyüş yolu keçərək qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan Pənahov Rövşən Mahmudoğludur. Ruhu qarşısında ehtiramla baş əyir. Mən neçə vaxtdır anamızla telefon əlaqəsində danışıram. Bugünə qismət oldu ki, gəlib İgid Qəhrəman oğlumuzun yaşadığı evi, anasını, ailəsini ziyarət edin, gülşəsini ziyarət edin, öz ehtiramımı bildirim. Qəhrəman oğul, bugün uğrunda canını fəda etdiyin vətən torpaqları öz azadlığına qavuşdu. Uğrunda canını fəda etdiyin üç rəngli Azərbaycan bayrağı bugün qürurla dalgalanmaqdadır. Bu vətən sizi unutmadı, İgid oğullar. Mən sizlərə Allah'tan səbir və dözüm diləyirəm. Elə istəyirəm ki, biraz Rövşən haqqında bizim izləyicilərimizə danışasınız. Rövşən sizə necə oğul idi? Mən ilk öncə sizə ona görə təşəkkür edirəm ki, Rövşən kimi vətənpərvər bir oğul böyütmüşsünüz. Vətənpərvərlik ilk öncə ailədən, sonra məktəbdən başlayır. Mən onu da bilirəm ki, Rəhman müəllimə hər zaman ətrafında olan hər kəsə yalnız vətənpərvər olmağı, vətəni sevməyi, anadan, ailədən, hər kəsdən uca vətəni çox sevməyi, uca tutmağı aşılayır. Bunun üçün mən sizə təşəkkür edəm və istəyirəm ki, elə Rövşən haqqında bizim izləyicilərimizə məlumat verəsiniz. Buyurun, ana. Hər şeydən öncə sizə mən təşəkkür edirəm. Belə bir gündə gəlib ziyarət elədiniz. Mənim balama bu qədər dəyər qiymət verdiyiniz üçün çox təşəkkür edirəm. Vəziyyət xanım. Rövşən oktyabrın 2-si 89-cu ildə anadan olub. Özü yüksək balla hərbi akademiyanı seçdi, hərbi akademiyaya qəbul oldu. Oranın da yüksək nailiyyətlərlə bitirdi, Müxatıcı alayında komandirdir. Ətrafı, əskərləri, özündən böyük, özündən kiçik, rütbəcə, vəzifəcə hər kəs oğlumdur deyə demirəm, başdan yuxarı Rövşəndən razıdırlar. İndinin özündə də hal-hazırda bizlə əlaqəyi kəsmirlər. Gəlib gedir, ziyarət edirlər, evladlarını, ailəsini, ata-anasını, bizləri unutmurlar. Yəni, döyüşdə həmişə, ümumiyyətcə, xidməti müddətdə həmişə səngərlərdə irəli ön cəbhədə olub, ön cəbhəyi seçib. Vətən müharibəsi başlayan zamanda elə də ön cəbhədə idi, oradan da seçilib könüllülərlə lap irəli xəttə keçmişdi. Rövşən xoşlamazdı iş haqqında, işi evə gətirməzdi deyim da. Çöldən işi evə gətirməzdi, nə də orada olan hadisələri evdə danışmazdı, bəli. Zəng eləyirdi, danışırdıq, atəş səsi gələn kimi xətti kəsirdi, adboy verirdi. Soruşanda ki, atellarını deyirdi, həmişəki kimidir da, belə seyrək. Amma deməzdi ki, başımızdan od yağır, onu burada bizə bürüzə vermirdi. Bizim axırıncı danışığımız Rövşənlə 29 sentyabrda olub, gecə saat 1-ə 10 dəqiqə qalmış. Mən dedim, kontur güclüyündə telefonuna pul vurum. Dedi, yox ana, konturum var, amma zaryaddan ölür. Zaryadda çox güman ki, sabaha əlaqə saxlaya bilməyəcəyik. Onunla axırıncı zəngimiz bizim Rövşənlə kəsildi. Sentyabrın 16-sı gəlib evimizə axırıncı dəfə. Oğlunun gəldi, 3 yaşını qeyd elədi, böyük bir yığıncaq elədi. Gəlməyənlərdən də incidi ki, biz bir də nə vaxt belə toplaşacağıq. Demək ki, Rövşən bilirmiş vəziyyəti, heç kimə demirmiş.
o axırıncı toplantısı oldu Rövşənin evdə. 18 sentyabrda evimizdən getdi. Bilet gedişi heç olmamışdı. Evdən biraz aralanmış, hasarın küncündən ev görünür. Yoldaşımla biz onun arxasınca baxdıq. O da dönüb maşından aynadan bizə baxdı. Heç belə getməmişdi. O heç dönüb arxaya baxmamışdı. Nə də biz onun arxasınca baxmamışdıq. Allah sizə səbir versin, gözəl anam. Rövşən uca məqamdadır, ali məqamdadır. Biz igid oğullarımızın xatirəsini həmişə uca tutaq deyə bu yola çıxdıq. Yolumuzun adı uğur yoludur. Bu yollar, bu uğur yolunu bizə Rövşən kimi igidlərimiz açdı. Bu yolda hər kəsə uğurlar dilərim mənim qəhrəmanım Rövşən Pənahov Mahmudoğlu. Elə mənim yanımda bizim dəyərli bir xanımımız da var. Leyla xanım Əhmədova, o da bizim xeyriyyəçi xanımlarımızdan da çalışır ki, daima şəhid ailələrinin yanında olsun, onları ziyarət etsin. Leyla xanımın da sizə öz ürək sözləri və şəhidimizə ehtiramı var. Buyurun Leyla xanım. Çox sağ olun Rəzə xanım, məni bu ailəyə etdiyiniz üçün. Mən üçün Borçalıdan uzun müddətdir. Ancaq hər bir Azərbaycana gələndə özümə borc bilirəm şəhid ailələrini ziyarət edən. Zaten biz sizin ağrınızı ala bilmərik. Az da olsa təsəlli veririk. Allah şəhidlərimizin məkanı cənnət eləsin, ruhlarını şad eləsin. Şəhidlər bizim başımızın tacıdır. Onlar ölməyiblər, ölməyəcəklər. Nə ki siz yaşayırsınız, nə ki Azərbaycan var, şəhidlərimiz var. Ona görə siz çalışmalısınız, şəhidimizi yaşatmalısınız. Siz yaşadıqca şəhidimiz ucalarda olur. Zaten ucalardadır. Allah bizim Ali Baş Komandanımızı qorusun ki, vətənimizi, torpaqlarımızı qayıtır. Belə igid oğulların sayəsində torpaqlarımız qayıtdı. Bizim hər birimizin alnımız açıq oldu. Allah sizlərə də can sağlığı versin ki, siz belə igid oğullar, evlatlar böyüdüb, belə oğullar böyüdürsünüz. Siz anaların qarşısında baş əyirik. Əllərinizdən öpürəm ana, əllərinizdən öpürəm. Siz belə igid oğullar böyüdürsünüz. Nə deyə bilərəm? Allah sizə səbir versin. Doğrudur, çox acıdır, çox çətindir. Amma şəhidlik də hələ də nəsib olmuş. Bu şəhid adı almaq üçün o qədər oğullar çalışır ki, gedək şəhid olaq, ancaq olmadı, onlara qismət olmadı. Allah sizə səbir versin. Allah balalarına onun torpağısına ömür versin. Balaları ona adına layiq oğul, balalar böyüsün. Bizim də bir balaca hədiyəmiz var, özümüzə borc verir, hər şey verməsin bizə. Bir kəlağı etsin ki, bizdən çıxarsınız. Çox sağ olun. Leyla xanım, biz sizə təşəkkür edirik ki, daima şəhid ailələrinin yanında olursunuz. Dəyərli izləyicilərimiz, onu da qeyd edim, nəzərinizə çatdırım ki, mənim qəhrəmanım Pənahov Rövşən Mahmudoğlu elə öz doğum günündə də şəhadətə ucalıb. Bugün anamıza Allahdan səbir diləyirəm. Rövşən kimi oğul böyütdüyü üçün ona bu vətən minnətdardır. Rövşənin övladları onun adına gələcəkdə layiqli bir övlad kimi böyüyəcəklər. Buyurun ana, nəsə deyirdiniz? Buyurun. Qeyd edeyim, siz dediniz ad günü şəhid olub. O evdən çıxanda elə dedi ki, öz ad günümdə qayıdacam mütləq. Öz ad günündə də qayıtdı, gəldi. Gecə saat 3-ə qədər mən tort pişirmişəm, yeməklər hazır eləmişəm, Rövşən gələcək. Saat 1 tamamda gəldi, amma tabuqda gəldi. Dəyərli vətən oğlu, bu vətən səni heç zaman unutmadı. Qəhrəman oğlum, səninlə bütöv Azərbaycan qürur duyur. Var olsun şanlı müzəffər Azərbaycan ordusu. Var olsun müzəffər Ali Baş Komandanımız. Var olsun Azərbaycanımız. Yaşa Azərbaycan, qürur yerimiz, an yerimiz olan bizim igid oğullarımız. Ruhunuz qarşısında ehtiramla baş əyirik.